Allah, bu şiir benim feryat piyesimdendir. İdrakta yol açmış geceden gündüze Allah, güldürmesen öz könlümü gülmez düze Allah. Dünyaya şefekler kimi Tanrım sepelenmiş, kalbin gözü yanmaz, görünmez göze Allah. Allah bilirik, cismi değil, besnedir Allah. En yüksek olan hakta, hakikattedir Allah. Dondunsa tekamül ve güzellik kabağında, der ki bu teəccübde, bu heylettedir Allah. Bildik, bilirik, gizlidir insandaki kudret. Herkes onu fehmetmese, acizdir o elbet. İnsanın ezel borcudur insanlığa hürmet. İnsanlığa hürmette, liyakattedir Allah. Gerçek de budur, gizlidir her zerrede vehdet. Bir zerre iken külle kavuşmak ulu niyet. Gördüklerimiz zahiridir, betne nüfuz et. Batindeki, cövherdeki fitrettedir Allah. Fitret de yatır sözde, sözün öz yükü fikrim. Seçmiş seçecek, daima tükten tükü fikrim. Ben bir ağacam, yarpağı sözler kökü fikrim. Sözlerde değil, sözdeki hikmettedir Allah. İnsan tepeden tırnağa sen arzu dileksen, nefsinde doyumsuz, fakat eşkinde meleksen, zulmün yüzüne hak deyilen şilleni çeksen, şillende mühürlenmiş o gayrettedir Allah. Cahil eler alçaklığa, öz kalbine inmez. Vicdandan eğer dönse de hayrinden o dönmez. Zulmette, cehalette, edavette görünmez. İlgarda, sedakette, mehabbettedir Allah. Hardandır bu kadar renkler, ətirlər? Sənət baharımdır, söz baharımdır. Sənin qələmindən çıxan sətirlər mənim heyrətimdir, suallarımdır. Sözlər, fikirlərin solmaz naxışı, sözü şekli dərə bilmisən. Mənim ürəyimi məndən də yaxşı axı necə olub, görə bilmisən. Ey ana yurdumun böyük şairi, bugün salamlayır bu illər səni. Yığışıb oduna səni sevənlər, sevib alqışlayır könüllər səni. Sən mənim ən böyük ustadım oldun. Ey doğma yurdumun bəxtiyar oğlu, vətən göylərində gün tək doğuldun. İşığın bürüdü qarinələri, lalələr açıldı sinəndə qəndən. Əməllər, arzular şairisən sən. Hörmətli məclis iştirakçıları, əziz qonaqlarımız, hörmətli müəllimlər, əziz şagirdlərimiz, bugün büyük şairimiz, bütün Türk dünyasının fəxri olan Bəxtiyar Vahabzadənin 90 illik yubileyini qeyd etmək üçün bu məclisə toplaşmışıq. Hamımızın bildiği kimi, Respublika Prezidentimizin fermanı ile bu büyük yubiley ülkemizin her yerinde büyük təntənə ile qeyd olunur. Bugün biz de bu tənteneye koşularak istedadlı şairimizin poezi ışığına toplaşmışıq. Bu münasibətle tertip ettiğimiz bədii gecemizi açık elan edirəm. Şagirdlərimizin hazırladığı ədəbi bədii kompozisiyamıza baxmağa sizi dəvət edirəm. Əvvəlcə məclisə başlamışdan qabaq, istərdim məktəbimizin direktoru Gülşən müəllimə öz ürək sözləriyle səhnəyə buyursun. Sonra sizi Bəxtiyar dünyasıyla küçük bir zaman kesiyinde baş başa bırakacağım. Buyur Gülşən müəllim. Əziz şagirdlər, hörmətli valideynlər, çox hörmətli qonaqlarımız, mən sizin hamınızı bugün bu aksalında görməyimə çox şadam. Müəllimənin işindən məlum olduğu kimi biz bugün bura Bəxtiyar Vahabzadə poeziyasının işığına toplaşmışıq. Bu münasibətle de bura yığışmışıq və əminəm ki bu tədbirdən razı gedəcəyik.
yəni zövq alacağıq. Bugünkü tədbirimizdə gördüyünüz kimi xeyli qonaqlarımız var. Mən onları sizə təqdim eləmək istəyirəm. Birinci oradan başlayayım. Deməli, Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin doktoru, fəlsəfə elmləri doktoru, hal-hazırda Kiyevdə yaşayan bizim həmyerlimiz, Bəxtiyar poeziyasının vurğunu Akif müəllim Əliyev burada iştirak edir. Dövlət qəzetimiz olan Respublika qəzetinin müxbiri Elşad Dağlı burada iştirak edir. Cabir Novruz'un çok hürmetli şairimiz, hamımızın sevimlisi Cabir Novruz'un yadigarı Müşfik Cabiroğlu burada iştirak ediyor. Deməli, Suraxanı rayon yağ təşkilatının icra aparatının rəhbəri Fərman müəllim, bizim tədbirlərimizin iştirakçısı, çıxışları ilə tədbirimizdən tədbirlərimizə duz istiyor qatan Fərman müəllim burada iştirak edir. Təhsil problemləri qəzetinin müxbiri İlham müəllim buradadır. Bakı şəhər üzrə təhsil idarəsinin Xətai Suraxanı metodik mərkəzinin müdürü Müldüz müəllim burada iştirak edir. Yəni çox necə deyim, lazımlı insan tədbirimizdə iştirak edir. Və Hövsan qəsəbəsinin məktəb direktorları, o tərəfdən gələk 280 nömrəli məktəbin direktoru Rövşən müəllim, 76 nömrəli məktəbin direktoru Seyrənə xanım, 270 nömrəli məktəbin direktoru Əli müəllim, Məktəbdən müəssisənin rəhbəri 40 nömrəli məktəbdən kənar müəssisənin rəhbəri Salq Məmhamı tanıyır və 18 nömrəli məktəbin direktoru Nizaməddin müəllim. Sizə elə bir şəxsi təqdim eləmək istəyirəm ki, yəni onu hamımız tanıyırıq, hamımız sevirik, hamımız onun danışığından, söylədiyi şeylərdən zövq alırıq və o kəs, mən adını çəkmədim, amma siz onu da görürsünüz, o şəxs Respublikamızın əməkdar artisti Bağalar Bayramov. Ağalar müəllimin burada tədbirimizdə olub, məktəbimizdə dəfələrlə söylədiyi şeylər məktəbdə olmasa da yəqin izləyirsiniz siz onun necə deyim, yaradıcılığını və mən elə istəyirəm ki, tədbirimizə belə bir ruh yüksəkliyi qatmaq üçün ağalar müəllimə söz verim, tədbirimizi başlasın, sonra şagirdlərimiz davam edir. Buyurun ağalar. Əziz, dəyərli ziyalılarımız, mənə boylanan baxışlarına sizin quzu kəsim şagirdlər, bugün çox mötəbər günə yığışmışıq. Biz 1-2 saat ərzində bütün qayğılardan azad olacaq. Nə dolların bahalaşması yadımıza düşəcək, nə başı balalı mənatın aşağı düşməsi. Sizə mən bir söz deyim, Titanic filminə baxmışsınız. Hamı can hainli idi orada. Amma orada skripaç öz işində idi, yəni sənət ölmür. Musiqi ölmür. O kinoda mənə ən ləzzət edən yer o skripasyon skripka çalması. Halbuki gəmi batırdı. O da bilirdi ki, ölümə gedir. Son anda onu musiqi dünyası, sənət düşündürürdü. Eləcə yazınıza salıram. Moskvanın 30 kilometrliyində faşist Almaniyası dayananda, Leningrad blokadada olanda, Stalinin əmri ilə Nizami Gəncəvinin 800 illik yubileyi keçirildi. Harada? Ermitaşda. O baxımdan bütün qayğıların ünvanında sənət dayanır. 86-cı ildə dünyasını dəyişmiş Argentinalı şair Borges deyirdi. Poeziya simvolik həndəsənin bir növüdür. Lakin bu simvolikaların arxasında qatı ehtiras dayanmırsa, boş söz oyunu var. O poeziya deyil, o sadəcə şeirdir. Və sonra nöqtə qoyub sözünə belə davam edir. Dövlətlər, sərhədlər yox ola bilər. Poeziya yanlısı heç zaman sönə bilməz. Poeziya döyüşdə də bizə lazım olur. Ən ağır anda da. Bu ümumi bəladır, belə deyək. Bunu əvvəlcədən mən ki iş vermək istəyirəm. Palaza bölün ellə sürüz. Ellə gələn dərd toy bayramdır. Elə şeylərə fikir verməyin.
Oxuyun, yaradın, nə qədər çox mütaliəsiz şagirdlərə üz tutub deyirəm, o qədər şəxsiyyət olacaqsınız. Təkcə o fizika, riyaziyyat, deyək, ədəbiyyat bir fənn üzrə kökəlməyin. Bədii ədəbiyyat oxuyun, gündəlik qəzetləri oxuyun. Oxuyan adam hüququn başa düşür. Oxuyan adam qulu olmur. Oxuyan adam belə yox, bax, məni kimi bu cür dayanır. Gəlirəm indi böyük Bəxtiyar Vahabzadəyə. Bəxtiyar Vahabzadə elə bir şəxsiyyətdir ki, heç onun şeirlərini də hələ oxumayın. Amma onun sözləri var, aforizmə çevrilirdi. Birini deyirəm. Qul olmaq olar, eyləsə məcbur səni gərdiş, qulluqla barışmaq daha müthiş. Yaxud, yav şöksə də ruhun diləyi, eşqidir ancaq, eşq ateşi varsa, can əldən düşə bilməz. Sözün deyiminə baxın, düzümünə baxın. 1995-ci deyir. Bəxtiyar müəllimin lap təzə çaplı əl yazma bir şeirini deyəsi oldum. Ona klip hazırlamışlar, Sadır Elcanlı, indi də işləyir. Səhərsi isə dərsim yox idi, Suraxanda idi. Sadır müəllim, efirə getdim, veriliş. Sadır müəllim mənə zəng edir, ağalar, haradasan, evdəyəm. Taksiyə otur, gəl bura. Ben soruşa bilmədim niyə, dedim yəqin vacib iş var. Getdim, gördüm rəhmətli, indi olmasın, Bəxtiyar Vahabzadə mürəbbəli çay qabağında oturub, sən demə məni gözləyir. Mənim rəhmətli alnımdan öpdü, dedi ki, oğul, mən bu şeiri 4 gündür yazmışam. Axşam da verilişə baxıb, rəhmətli Heydər Əliyev, onun sözünü deyirəm ha. Mənə zənglə ki, Bəxtiyar, çox vaxtında və gözəl yazmışam. Və sonralar indi bilmirəm onun kitabında var, yoxdur. Onun ilk belə ifası mən oldum. Sonra öz səsi ilə onu deyəsi oldu. Şeirin adı belədir. Hara gedir sabahımız? 1995-ci il. Uzun illər düşünmüşəm. Millətlərin cərgəsində biz də varıq. Yurdumuza qəsd edənin gözlərini oyanlarıq. Biz o qədər nəzibi ki, bir balaca işarədən söz alırıq. Haqla zoru ahil edib öz yerinə qoyanlarıq. Millətimin taleyini düşündüm mən zaman zaman. Keçdi zaman, keçəmədik gördüm əsrin sınavından. Zaman yaman harın imiş. Demə əsrin şadarası narından da narın imiş. Şadarada qaldı bütün kəsimiz. Şadarada qaldı bizim kəsimiz. Əsrin böyük sınavına demə hazır deyilmişik, yoxşu düz yol demişik. İndi ulu yaradandan soruşuram. Kimi biz? Məzlumuq ya zalımıq biz? Vaxtla tələb arasında bəlkə bir gün dolaşmışıq, vaxtın konusu döngəsində biz qalmışıq. Daş üstündə göyərməyən bir tumuq biz. Özümüzə zalim ikən başqasından məzlumuq biz. Özümüzə zalim ikən başqasından məzlumuq biz. Vaxtla tələb arasında bəlkə bir gün dolaşmışıq, vaxtın hansı döngəsində biz qalmışıq. Özgəsini yamsılayıb elə bildik, biz də dönüb əran olduq. Sətdiyimiz toxumların meyvəsini Qarabağda dərən olduq. Biz çoxdanı xəstəsiydik. Mərəzimiz bəlli idi sabirlərə, cəlillərə. Yaramızdan qan açıldı Qarabağda birdən-birə. Mədəmizi ağlımıza dəyişməyi şərəf saldı. Evimizdə xoruz olub, özgəsinin qabağında toyuq olduq. Qonşumuzun aclığını bilib rahat yatırıqsa, ləyaqəti, dəyanəti vəzifəyə satırıqsa, dostumuzdan danos yazıb arzumuza çatırıqsa, demək bizdən üz döndərib Allahımız. Hara gedir sabahımız? Dəryamızı bəyənməyib özgəsinin dəryasında üzürüksə, yad dilində dil ötüb doğma ana dilimizi əgər dodaq büzürüksə, inamımız, imanımız ya heç yoxsa, ya çürüysə, demək bizdən üz döndərib Allahımız. Hara gedir sabahımız? Vicdan adlı bir mələkdən üz döndərib, iblisliklə barışdırsa, ləyaqəti tapdalayıb özümüzdən yuxarıya yarındırsa, dinimizi pula satıb özgə dinə sırındırsa, ruhanımız dəllal isə, tacir isə, anasının əmcəyini kəsəlinə nəlbir isə, rüşvət hacı türbəsini qazanmağa tədbir isə, demək yoxmuş Allahımız. Hara gedir sabahımız? Bir vətəndə
satan varsa öz halalca torpağını, bir vətəndə satan varsa öz halalca torpağını, biz özümüz yandırdıqsa dədəmizin yandırdığı çırağını, bu nəsildən o nəslə tel qırırsa, tayfamızı, millətimiz, evimizi, vətənimiz sanırıqsa, vətən, millət namusunu danırıqsa, demək bizdən üz döndərib Allahımız. Hara gedir sabahımız? Ömrü boyu haram yeyib başqasının halalına cumuruqsa, bir tikiyə möhtac olan bir nəsildən əgər qismət umurduqsa, gözümüzlə gördüyümüz dəhşətlərə gözümüzü yumuruqsa, özümüzdən ağır gələr günahımız, özümüzü yandıracaq öz ahımız, demək bizdən üz döndərib Allahımız. Hara gedir sabahımız? Bəxtiyar müəllim fəlsəfə şairidir. Bəxtiyar müəllim vətəndaş şairidir. Bəxtiyar müəllim təpədən dırnağa kimi məhəbbət şairidir. Nə az, nə çox. 48 il bundan qabaq görün nə yazıb. İndi öz aramızda adam ölümü belə bir toyuq ölümü kimi olur. Yola çıxırsan elə fışdılıq çalarsan, sigaret damarını, hara gedirsən, üzür yerinə gedirlər. Sanki bir toyuq ölürdü. Amma Bəxtiyar müəllimin yanaşmasına baxın, ay uşaqlar. Zərrə, dünya. Dedilər, qonşuda öldü bir nəfər. Dünya qayğısı ilə doluydu. Getdi. Ağlaşma qurdular, şivən çəkdilər. Toydan yaranmışdı. Yaz qoydu getdi. Dünyaya gələndə onun ilk dəfə nə dərdi, nə qəmi, əzabı vardı. Dünyadan gedəndə özü ilə birgə elə dünya boyda. Dünya apardı. Yox, yox. Anasından doğulur insan. Doğulur fikrindən, arzularından. İnsanı böyüdür dərdlər, ələmlər. Axı, hər insanın öz dünyası var. Ürəklər dəryadır. Onun hər günü doludur. Nə qədər məhəddi, səzri var. Vallahi, bir qəlbin bir günlük təlatümünü yazmağa nə kağız, nə qələm çatar. Batıb doğması ilə günəşin hər gün min günəş doğulur, min günəş batır. Yerə ayağını asta bas düşün, torpağın altında dəryalar yatır. Torpağın altında yatır nə qədər arzular, fikirlər, dərdlər, ələmlər. Yatır açılmamış min kitablar. Gəldiyi kimi də getmir gedənlər. Vəhdətdir həm məndə, həm səndə dünya. Deməyin qonşuda öldü bir nəfər. Gələndə zərrə idi, gedəndə dünya. Şehirdə hadisə yoxsa şehir deyil, poeziya deyil. Moşi demişkən, qabazla anons verimdir. Var tele anons verir, var mətbuat anonsu, reklam, bir də aralar anons. Moşi demişkən, hələ Bəxtiyar Vahabzadədən çox cübbüldadacam. Amma meydanı verirəm bu uşaqlara, balalara. 3 yerdə, ortada, bir də axırda yekun vuracam. Necədir? Almışlayın bu gecə. Gel azizim geçenleri yada salam döne döne öten güne gün
calasan da günü güne gel əzizim keçənləri yana sala dönə dönə ötən günə gün çatarmı calasan da günü güne. Yadında mı öten günler en çok alır ömür azalır yüzümüzde alnımızda o illerden izler kalır gel azizim keçenleri yana sala döne döne öten güne gün çatar mı calasan da günü güne gel azizim keçenleri yana sala döne döne öten güne gün çatar mı calasan da günü güne öten güne gün çatar mı calasan da günü güne yadında. Bir rengi yok, göylerin min rengini sevirəm. Bir gül yok, güllerin çelengini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə. Bu dünyada bir təhər gəl yaşayaq deyənə. Ah bir təhər, lüğətə bu söz hardan gəlmədir? Yaşamaq yaşamaqdır, bəs bu bir təhər nədir? Mən düşmənəm, düşmənəm belə ölü canlara, gündən qaçıb həmişə kölgə axtaranlara. Qardaş, min duyğu ötsün ürəyimdən bir anda. Sən qımışma güləndə, inləmə ağlayanda. Ağlasan hönkür ağla, gülsən qəhqəhə çək gül. Gülsən də, ağlasan da, tamam doysun qoy könül. Yaşamaq istəmirəm, sürünüb dizin dizin. İstəyirəm ən uca zirvələrə mən qonam. Xəfif sakitliyini neynirəm dənizin, onun qasırğasına, dalğasına vurunam. Qoy döysün yağış məni, boran məni, qar məni. Həyatın boranları daim yaşadar məni. İstəmirəm həyatım sakitcə bir otaqda keçib getsin lal kimi. İstəyirəm vuruşam qayaların başında düşmənlə qartal kimi. Çağlamaq istəyirəm dağda şəlalə kimi. Səpilmək istəyirəm çöllərə lalə kimi. Dərya olub, nəhr olub çalxanmaq istəyirəm. Göydə ulduzlar kimi mən yanmaq istəyirəm. Şığmaq istəyirəm başsız küləklər kimi. Bəslənmək istəyirəm bütün rəklərdə mən, arzu diləklər kimi. Şair bəxtiyarı yaratdı Tanrı, alacaq qoynuna hamını torpaq. Məhv olur Allahın yaratdıqları, onun sənəti isə ölməzdir ancaq. Bəxtiyar poeziyası adlı bir ölümsüzlük, ölməz bahar yaşar dünyamızda. Solmayan hər çiçəyindən yüz idraka nur səpilən, insan evladının ən lətif, ən ülvi arzularından doğan əbədi
bir bahar. Elə bir bahar ki, hərarətindən milyonlara pay düşür, sevinç paylanır. Tale bəxş